Hər vaxtınız xeyir olsun. ATV Xəbərin saat 14-də olan buraxılışını təqdim edirik. Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim, məşq, uçuşları icra edilib. Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərdə pilotlar fərdi və qrup şəklində uçuşlar edərək hava məkanında qarşılıqlı fəaliyyət, şərdi döyüş tapşırıqlarının və taktiki manevrlərin icrası, hədəflərin aşkarlanaraq məhv edilməsi, eləcə də xüsusi hallarda düzgün qərar qəbul etmə üzrə bacarıqlarını inkişaf etdiriblər. Uçuş heyətinin döyüş hazırlığının və peşəkarlığının artırılması məqsədi ilə keçirilən təlim məşqlərdə əsas diqqət müxtəlif meteoroloji və taktiki şəraitlərdə tapşırıqların dəqiq və təhlükəsiz icrasına, həmçinin aviasiya vasitələrinin döyüş tətbiqi imkanlarının təkmilləşdirilməsinə yönəldilib. Rusiya tarixən Qafqaz coğrafiyasına hərbi istehkam kimi baxıb, burada möhkəmlənməyə, yerli xalqları əzməyə, özünə tabe etdirməyə çalışıb. Bunun üçün onları parçalamağa, üz-üzə qoymağa, təkləməyə yönəlik siyasət aparılıb. Bu barədə Şuşada keçirilən mədəni və etnik müxtəliflik, tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konferansda məlumat verilib. Daha ətraflı məlumatı konferansda iştirak edən əməkdaşımız Sənan Bəhrəmli verəcək. Qarabağın incisi mədəniyyət paytaxtı Şuşa bugün daha bir beynəlxalq konfransa ev sahibliyidir. Mədəni və etnik müxtəliflik tarixin dərsləri müasir çağırışlar adlı beynəlxalq konferansda 10 ölkə iştirak edir ki, bura ölkəmizdən yanaşı Birləşmiş Ştatlar, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstan kimi ölkələr daxildir. Konferansda ilk çıxış edən Mədəni və Etnik Müxtəliflik Mərkəzinin sədri Seyfəddin Səfərov mədəni və etnik müxtəliflik əleyhinə fəaliyyətə qarşı səfərbərlik mövzusunda çıxış etdi. O, etnik və dini mənsubiyyətlərinə görə Azərbaycanlılar daxil olmaqla bir çox xalqların Rusiyada sistemi şəkildə ayrı-seçkiliyə məruz qaldığını, fundamental hüquqlarının pozulduğunu diqqətə çatdırdı. Bildirdi ki, 10-20 il arası müddətdə mədəni və etnik müxtəliflik tolerantlıq hər bir dövlət üçün sərvət olmalıdır. Etnik və dini mənsubiyyətə görə ayrı-seçkilik rədd edilməlidir. Digər çıxışçı Türkiyəli professor Abdullah Temizikyan isə bildirdi ki, Rusiya tarixən Qafqaz coğrafiyasına hərbi istehkam kimi baxıb, burada möhkəmlənməyə, yerli xalqları əzməyə, özünə tabe etdirməyə çalışıb. Bunun üçün onları parçalamağa, üz-üzə qoymağa, təkləməyə yönəlik siyasət aparıb. Konferans çərçivəsində müstəmləkəçiliyin müasir formaları, xalqlara faciə, köləlik və istirab gətirən hərəkətlər mövzusunda və etnik və mədəni müxtəliflik bəşəriyyətin sərvəti kimi adlı panel sessiyalarda baş tutdu. Qeyd edim ki, dünyanın müxtəlif ölkələrindən siyasətçilər, alimlər, ekspertlər və ictimai xadimlər bu tədbirdə bir araya gələrək multikulturalizm, etnik müxtəlifliyin qorunması və cəmiyyətlərarası dialoqun gücləndirilməsi məsələlərini müzakirə edirlər. Konferans çərçivəsində tarixi təcrübədən çıxarılan nəticələr fonunda bugün dünyanın üzləşdiyi çağırışlar, tolerantlıq mühitinin qorunması və gələcək əməkdaşlıq perspektivləri ön plana çıxarılır. Tədbirin ən vacib məqamlar və qəbul edilən mesajları ilə bağlı daha ətraflı məlumatları isə növbəti buraxılışımızda təqdim edəcəyik. Bugün Rusiyanın əyalətlərində yerli xalqlar, xüsusən də kiçik xalqlar zorla hərbi xidmətə çağırılır və cəhbəyə göndərilir. Çərkəzlər də bir çox digər xalqlar kimi bu müharibəyə cəlb olunur və artıq çox sayılı çərkəz bu müharibədə həyat etirib. Bu fikirlər Şuşada keçirilən mədəni və etnik müxtəliflik, tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konferansın iştirakçıları səsləndirib. Tədbir çərçivəsində konferans iştirakçıları birgə bəyannamədə qəbul edib. 2025-ci il iyunun 27-sində Rusiyanın Yekaterinburg şəhərində yaşayan 3 qardaşım və bir neçə yaxın qohumum Rusiyanın hüquq mühafizə orqanlarının əsassız hücumuna məruz qaldı. Onların evlərinə Rusiya hüquq mühafizə orqanları adı ilə çıxış edən hərbi polis qüvvələri hücum etdilər. Mən 2 qardaşımı Hüseyn Səfərov və Ziyəddin Səfərovu ağır işgəncələrdən sonra qətlə yetirdikləri üçün itirdim. Çərkəzlərin təxminən 10% öz tarixi, yurd yerlərində yaşayır. Qalan 90% isə bütün dünyada məskunlaşıb. Bugün Çərkəz xalqı öz torpaqlarından zorla köçürülən nəsillərini tarixi vətəninə qaytarmağa çalışır. Bugün yox olmaq təhlükəsi ilə üzləşən Çərkəzlər zorla qovulduqları tarixi vətənlərinə qayıtmaq istəyir. Onların buna haqqı var. Rusiyanın hakim dairələrinin Çərkəzlərin adı ilə verdiyi bəzi yaşayış məntəqələri ümumiyyətlə Çərkəzlər üçün yad yerlərdir. Orada nə əvvəl Çərkəzlər olmayıb, nə də indi yoxdur. Bu Çərkəzlərin tarixi yaddaşını silməyə addımlarıdır.
Buraxılışımız davam edir. Şərur rayonunda baş verən yol nəqliyyat hadisəsi nəticəsində bir ailənin 3 üzvü həyat itirib. İlkin araşdırma zamanı müəyyən edilib ki, Şərur rayon sakini Rəşad Məmmədov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxıb və həm yerlisi Nəvai Həsənovun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə Nəvai Həsənov və sərnişinlərə həyat yoldaşı və az yaşlı övladı hadisə yerində dünyasını dəyişib. 7 yaşlı qızı və digər sürücü Rəşad Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Zaqatalada baş verən qəza nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Orxan Orucovun idarə etdiyi avtomobillə Əhməd Camalovun avtomobilinin toqquşması nəticəsində sürücülər, həmçinin sərnişinləri xəsarət alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Sürücü Orxan Orucov xəstəxanada dünyasını dəyişib. Qobustan rayonu ərazisində də yol nəqliyyat hadisəsi qeydə alınıb. Zakir Ağayevin idarə etdiyi avtomobilin digər maşınla toqquşması nəticəsində Zakir Ağayev hadisə yerində həyatını itirib. Qəza zamanı 7 nəfər xəsarət alıb. Göyçayda da xəsarətlə nəticələnən yol qəzası baş verib. Minik maşınının traktorla toqquşması zamanı traktorun qoşqusu aşıb. Qoşqunun içərisində olan Göyçay rayon sakini Əli Rəhimov xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. Binəqədi rayonu Bakı Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında avtobusda yanğın baş verib. Yanğın yol kənarındakı ağaclara da keçib. Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb, xəsarət alan olmayıb. Yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub deyə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Mərkəzi piyada zonalarında ödənişsiz şatıllar fəaliyyətə başlayıb. Yerüstü Nəqliyyat Agentliyi xəbər verir ki, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən məntəqələrin əlçatanlığının təmin edilməsi məqsədi ilə ödənişsiz şatıllar istifadəyə verilib. Yeni şatıllardan biri C1 nömrəli mikroavtobus Xəqani bağı ilə Zərifə Əliyeva küçəsinin sonunu, C2 nömrəli mikroavtobus isə Sabir bağı ilə Əziz Əliyev küçəsinin sonunu əlaqələndirir. Şatıllar sərnişinlərin rahat və operativ hərəkətini təmin etmək üçün 7-10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Şatıllar bu mərhələdə yalnız həftə sonları, bayram günləri saat 12-dən axşam saat 12-yə kimi çalışacaq. Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya fəaliyyətə başlayıb. Bakı şəhər üzrə Təhsil İdarəsindən bildirilib ki, komissiyalar 6-31 iyul tarixlərində fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək istəyən şəxslər həftənin 1-4-cü günləri saat 09:30-dan 13-ədək şəxsiyyət vəsiqələri ilə birlikdə Bakı şəhər üzrə Təhsil İdarəsinə yaxınlaşa bilərlər. Qeyd olunur ki, komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşma imtahanında müvafiq keçid balını toplamayan təhsil verənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir. Buraxılışımız davam edir. Rusiya Ukraynanın paytaxtı Kiyevə raket və dronlarla kütləvi hücum həyata keçirib. İri miqyaslı hücum zamanı 11 nəfər həlak olub, 46 mülki şəxs yaralanıb. Partlayışların təsir qüvvəsində xeyli sayda bina yararsız hala düşüb. Hazırda dağılmış binalarda sağ qalmış insanların axtarışları davam edir. Kiyev meri Vitali Kliçkonun sözlərinə görə Rusiyanın Kiyevə son dövrdə həyata keçirmiş ən iri miqyaslı hücumudur. Faciə ilə əlaqədar iyulun 7-si Ukrayna paytaxtında matəm günü elan edilib. Rusiya dronları Ukraynanın Nikolayev vilayətindəki Sokar yanacaq doldurma məntəqəsinə hücum edib. Nəticədə yanacaq doldurma məntəqəsində partlayış baş verib. Sokar Enerji Ukraynanın məlumatına görə 3 şahid tipli dronun hücumları nəticəsində yanacaq doldurma məntəqəsinin inzibati binasına ciddi ziyan dəyib. Profilaktik təhlükəsizlik tədbirləri, hava hücumu təlimatlarına ciddi riayət edilməsi və sığınacağın olması sayəsində daha ciddi nəticələrin qarşısı alınıb. Hücum zamanı bütün işçilər sığınacaqda olub və heç kim itki verməyib.
Ankarada keçiriləcək NATO samitində Avro-Atlantik məkanın təhlükəsizliyi, Ukraynadakı vəziyyət və alyansın cənub sərhədindəki son hadisələr müzakirə mövzuları olacaq. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Buhanəddin Duran açıqlama verib. Bunun sözlərinə görə NATO ölkələrinin liderləri Avro-Atlantik məkan üçün mövcud təhdidlər, risklər və çağırışlarla bağlı strateji fikir mübadiləsi aparacaqlar. Duran bildirir ki, samitdə NATO-nun çəkindirmə və müdafiə siyasəti, hərbi investisiyaların artırılması fonunda müzakirə olunacaq. Qeyd edək ki, Alyansın Ankara samiti iyulun 7-si 8-də keçiriləcək. Birləşmiş Ştatların müxtəlif şəhərlərində müstəqillik günü şənlikləri zamanı baş verən atışmada 6 nəfər dünyasını dəyişib. NBC News telekanalının məlumatına görə Brooklyn-in Coney Island məhəlləsində naməlum silahlı şəxsin bayram edən ailəyə atəş açması nəticəsində 4 uşaq olmaqla azı 8 nəfər yaralanıb. Florida ştatının Pensacola şəhərində naməlum şəxslər bir qrup gəncə atəş açaraq bir nəfəri öldürüb. Oxşar hadisələr Indiana, Kaliforniya, Missouri və Ohio ştatlarında da qeyd alınıb. Ölənlər arasında 10 yaşlı uşaq da var. İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Ştatlar ilə İsrail arasında bir çox məsələdə, o cümlədən İran mövzusunda siyasi fikir ayrılığının olmadığını bildirib. O, Fox News telekanalına müsahibəsində bildirib ki, Vaşinqtonla Təl-Əviv arasında hər hansı fikir ayrılığının olması ilə bağlı iddialar əsassızdır. Baş nazir qeyd edir ki, İsrail Birləşmiş Ştatların etibarlı müttəfiqidir və iki ölkə bir çox məsələdə eyni mövqedən çıxış edir. Hökumət başçısının sözlərinə görə İranla bağlı da tərəflərin məqsədləri üst-üstə düşür. Biz İranın nüvə silahı proqramından imtina etməsini istəyirik. Zənginləşdirilmiş materialın ölkədən çıxarılmasını və uranın zənginləşdirilməsi obyektlərinin sökülməsini istəyirik. Bu və digər məsələlərdə ortaq məqsədlərimiz var, deyə Netanyahu vurğulayıb. Fransanın cənub-qərbində geniş miqyaslı meşə yanğınları ilə əlaqədar 10 minə qədər sakin təhlükəsiz ərazilərə köçürülür. Məlumata görə Şərqi Pirineya departamentində yayılan yanğın hələ də nəzarət altına alına bilməyib. Buna güclü külək və relyefin çətin keçilən ərazi olması mane olur. Sakinlər yanğın təhlükəsi aradan qaldırılana qədər Perpignan şəhərində saxlanılacaq. Bundan başqa Aspır bölgəsi və onun ətrafındakı 19 kommunikadan da, eləcə də bir neçə düşərgədən daha 5 minə qədər insan təxliyə edilib. ATV xəbərin saat 14-də olan buraxılışını təqdim etdik. Sağ olun, sağlıqla qalın.